Tərəfi 5 və 8 sm olan tərəfləri natural ədədlərlə ifadə olunan üçbucaqlardan təsadüfi qaydada ikisi seçilir. Seçilən üçbucaqlardan heç birinin bərabər yanlı üçbucaq olmaması ehtimalını tapın. İki tərəfi 5 və 8 olan üçbucağın üçüncü tərəfinin ala biləcəyi qiymətlərə baxaq. Üçbucaq bərabərsizliyinə əsasən bu tərəf olacaq 8 ilə 5-in fərqindən böyük, cəmindən isə kiçik. Yəni 3-dən böyük və 13-dən kiçik. Ala biləcəyi qiymətlər 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-dir. Burada bərabər yanlı olması üçün ya 5 olmalıdır, ya da 8 olmalıdır ki, bərabər yanlı üçbucaq alınsın. Seçilən üçbucaqlardan heç birinin bərabər yanlı üçbucaq olmaması. Ümumilikdə neçə üçbucaq mümkündür? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 üçbucaq mümkündür. Yəni 12-dən 4-ü çıxıb üzərinə 1 əlavə etmək olardı. 9 üçbucaqdan ikisi bərabər yanlıdır, yerdə qalanlar isə bərabər yanlı deyil. Yəni 7 dənəsi bərabər yanlı deyil, bu da 9-da 7.